Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Sizinlə PES Akademinin kurikulum təlimçisi Pəri Firud qızı. Bu günlərim sizlərə növbəti sertifikasiyaya dəstək məqsədi ilə sınağımızı təqdim edirik. Əgər bu video sizin üçün faydalıdırsa, həmkarlarınızla bölüşməyi unutmursunuz. Eyni zamanda da kanala abunə ola bilərsiniz müəllimlər. Bir dəftər, qələm hazırlayın, başlayaq suallarımıza. Neçə düz, neçə səhv olduğunu sonda rəy bölməsində qeyd edin mütləq şəkildə. İlk sualımız əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsi ilə bağlıdır. Nə deyir bizə? Əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsinə əsasən verilən doğru variantı seçin. Şagirdin gücə olan ehtiyacı ödənilməsə, şagirdlər dağıdıcı hərəkət edə bilərlər. Baxın, gücə olan ehtiyacından danışırıq. Güc olan ehtiyac harda öyrənmişdik biz? Seçim nəzəriyyəsində. Seçim nəzəriyyəsində sağ qalma ehtiyacı, sevgi, məsubiyyət, güc, azadlıq, əyləncə ehtiyacını öyrənmişdik. Əməkdaşlıq və proaktiv həllər nəzəriyyəsinə aid deyil bir. A variantı. Şagirdlərdə tələb olunan bacarıqlar lazımi səviyyədə olmaması şagirdin davranışında problem yarada bilər. Doğrudur. Əgər şagirddən tələb etdiyimiz bacarıqlar lazımi səviyyədə deyilsə, bu zaman şagird davranış problemi yarada bilər. Eyni zamanda şagirdin həll edilməmiş problemləri varsa, bu zaman da yenə də şagird davranış problemi yarada bilər bizim üçün. B variantı doğrudur, C variantına baxaq. Şagirdin əylənmə ehtiyacı nəzərə alınmazsa, şagird əməkdaşlıq prinsipi pozmuş olur. Yenə əylənmə ehtiyacı var, seçim nəzəriyyəsinə aiddir. Özü incidiləndə başqasını da incidir. Sosial intizam modelinə aiddir. Mən acizəm, mən heç nəyə bacarmıram, çalışmağın da heç bir faydası yoxdur düşüncəsində olur. Bir növ qapalı düşüncə tərzindədir. Və qapalı düşüncə tərzində olduğuna görə bu sosial intizam modelinə aiddir. Cavabımız oldu birinci sualda B variantı. Keçidirik ikinci suala. Verilənlər arasında yanlış olanı seç. Demokratik müəllim, müəllim şagirdləri qərar qəbul etməyə çağırır. Şagirdin fərdi xüsusiyyətləri nəzərə alınır. Doğrudur, demokratik müəllimə aiddir. Bunun əksi necə olurdu? Avtoritar müəllim bir tərəfli qəbul edirdi. Şagirdin fərdi fikri, fərdi xüsusiyyətləri nəzərə alınmırdı. Bu da doğrudur, avtoritata aiddir. Reaktiv yanaşma, müəllim hər zaman B planı var, problemin həllinin qarşını necə alacağını bilir, sinifdə qayda və prosedurdan istifadə edir. C variantı qalsın, buna sonda baxarıq. Buzqıran strategiyası müəllim-şagird, şagird-şagird münasibətini tənzimləmək üçün istifadə olunur. Doğrudur. Buzqıran strategiyası şagirdlərdə bir-birinə inam yaradır, ünsiyyəti asanlaşdırır. Bu da doğrudur. İndi qayıdaq C variantına baxaq. Nəyə görə dedik ki, doğru deyil? Çünki müəllimlər bu proaktiv müəllim yanaşmasına aiddir. Reaktiv müəllim yanaşması bəs necə olmalıdır? Reaktiv müəllim yanaşması düşünür ki, mən problemi qışqıraraq, uşaqları qorxudaraq həll edirəm. Yəni, verilənlər arasında yanlış olanı seç, reaktiv yanaşmadır. Burada yazılmaydı proaktiv yanaşma. Cavab oldu C variantı. Növbəti üçüncü sualımıza baxaq. Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. Doğrudan doğru, yanlışdan yanlış. Qaydaların pozulduğu halda şagirdlər cəza ala bilər. Bəli, qaydalar varsa, qaydaya tabe olursa şagird mükafat alacaq. Qaydanı pozubsa cəza alacaqdır. Doğrudur. Qayda ardıcıl olmalıdır. Şagirdin fəaliyyətini nizama salır. Qayda yoxsa prosedur müəllimlər? Prosedur ardıcıl olmalıdır və şagirdin fəaliyyətini nizama salan qayda deyil, prosedurdur. Yanlışdır. Gözləntilər qaydanın sərt formasıdır. Burada yerin yanlış verib. Qayda gözləntinin sərt formasıdır. Qaydadan belə deyək də, qayda gözləntinin sərt formasıdır. Yerlərin yanlış veribdir və bunu doğru götürmürük. Prosedurun öyrədilməsi, öyrət, məşq et, möhkəmləndir yanaşmasının ibarətdir. Doğrudur. Biz doğrudan biri götürürük, yanlışdan 3'ü götürürük. 1, 3 cavabımız olacaq D variantı. Növbəti dördüncü sualımıza baxaq. Bizə nə deyir? Cədvələ əsasən uyğunluğu müəyyənləşdirin. İmtahanda uğur qazanan şagirdlərə müəllim kiçik hədiyyə verir. Operant şərtlənmə nəzəriyyəsi qarşı tərəf bunun yanlış olduğunu deyil. Əslində burada doğru yazılmalıydı. Burada uyğunluq pozulubdur. Şagird zorakılıq, dalaşqanlıq, oğurluq və məktəb mülkiyyətinə zərər vurmaqla müəllimləri və həmyaşıdlarını qorxutmağa cəhd edə bilər. Əməkdaşlıq proaktiv həllər bu seçim nəzəriyyəsi ola bilər və qarşı tərəf bunun doğru olduğunu deyir. Burada da uyğunluq pozulubdur. Təkrar və məşq olmasa uzun müddət istifadə olunmayan əlaqələr zəifləyə bilər. Stimula cavab doğrudur. Qarşı tərəf bunun doğru olduğunu deyir. Şagirdin ötürdüyü
Gizli mesajda mənə kömək edin, seçim verin, özümü bacarıqlı hiss etmək istəyirəm. Seçim nəzəriyyəsidir, xeyr. Sosial insan modelidir, qarşı tərəf bunun doğru olduğunu deyir. Yenə də burada da uyğunluq pozulubdur. Y variantı şagirdin ötürdüyü gizli mesaj mənə öhdəsindən gələcəyim, kiçik addımlar göstərin, uğurlarımı vurğulayın. Seçim nəzəriyyəsidir, xeyr. Sosial insan modelidir və qarşı tərəf bunun doğru olduğunu deyir. Burada da uyğunluq pozulubdur. Uyğun olan C variantı oldu 4-cü sualda. 5-ci sualımıza baxaq. Azərbaycan tarixi dərsini keçən müəllim şagirdlərə sual ünvanlayır. Təbriz və Bərdə arasında müqayisə aparın, oxşar fərqli cəhətləri aydınlaşdırmağa çalışın. Müqayisə aparacaq, oxşar fərqli tərəfləri müəyyənləşdirməyi idrak taksonomiyasının ikinci mərhələsinə, yəni anlamaq mərhələsinə əsaslanır. Cavabımız olacaq A variantı. Bu tip videoların ardının gəlməsini istəyirsinizsə, müəllimlər kanala abunə olmağı unutmursunuz. Fikirlərinizi rəy bölməsində bildirin mütləq şəkildə. Yəni bu mənim üçün çox önəmlidir. Təbii ki, mənə də motivasiya verir sizin yazdığınız hər bir dəyərli fikirlər. Hansı məşhur şəxsiyyətin sizə Gülüstan qalası, yoxsa Azərbaycan taxtı lazımdır ifadəsini işlətdiyini xatırlayın. Verilmiş tapşırıq idrak taksonomiyasının hansı mərhələsinə uyğundur deyir. Xatırlayıb, yadına salıb deyəcək də şagird bu sözü. Yəni hansı məşhur şəxsiyyətdir bu ifadəni işlədən. Uşaq onu yadına salıb səsləndirməsi artıq xatırlamaq mərhələsinə əsaslanır. Cavabımız olacaq B variantı. 7-ci suala baxaq. Verilən hansı iş üsuluna aiddir? Məntiqi riyazi təfəkkürlü şagirdlər bu üsuldan istifadəyə üstünlük verir. Şagirdlər auditoriya qarşısına sərbəst çıxış etmə bacarığı, fikri düzgün əsaslandırılmış şəkildə çatdırmaq bacarığını şagirdlərə qazandıran iş üsuludur. Eyni zamanda bura əlavə edə bilərik. Şagirdlərdə inandırıcılıq məharəti, natiqlik məharətini inkişaf etdirir, auditoriya qarşısında sərbəst çıxış etməyi formalaşdırır şagirdlərdə. Təbii ki, söhbət debatdan gedir. Müəllimlər məntiqi riyazi təfəkkürlü şagirdlər də debatı çox sevir. Cavab olacaq C variantı. Növbəti sualımıza baxaq. Hansı variantda uyğunluq gözlənilmişdir? Refleksiya aparmaq üçün səmərəli strategiyalardan biridir. Karusel verir, xeyr, karusel deyil. Qarşı tərəf bunun doğru olduğunu təsdiqləyir. Bir də uyğunluq pozulubdur. Variantlarda harda bir var çıxa bilərik. Böyük mətnin qısa zaman ərzində mənimsədilməsini təmin edin. Sekveyn deyil, ziqzaq üsuludur. Qarşı tərəf bunun yanlış olduğunu deyir. Yəni 2-də uyğunluq var. 2 dənə minusumuz var burada. 3-ə baxaq. Məlumat arasında əlaqə quraraq cavabın müəyyən edilməsini təmin edir. Klaster və klaster deyil təbii ki, və qarşı tərəf də bunun doğru olduğunu deyir. Yenə burada da uyğunluq pozulubdur. Hər hansı bir hadisənin xüsusiyyətini sadalamağa imkan verir, xidmət edir. A xüsusiyyəti doğrudur, qarşı tərəf bunun doğru olduğunu təsdiqləyir. 2 və 4-də uyğunluq qorunmuşdur. Cavabımız olacaq Y variantı. Növbəti suala baxaq. Hansı fikir doğru hesab edilə bilməz deyir. Düzgün verilmiş rəy şagirdlərə fənlə bağlı biliklər əldə etməyə xidmət edir. Yəni müəllimlər bizdən yanlış fikri istəyir. Yanlış olan hansıdır? Şagirdlərə düzgün verdiyimiz rəy şagirdin fənlə bağlı bilik əldə etməsinə xidmət edəcək. Xeyr, yanlışdır. Rubrik hazırlayarkən ilk öncə rubrikin qiymətləndirəcəyi fəaliyyət və tapşırıqlarla bağlı meyarlar müəyyən edilməlidir. Doğrudur. Yoldaş qiymətləndirmənin obyektiv olması üçün müəllim şagirdlərə qiymətləndirmə bacarığı formalaşdıra bilər. Təbii ki, yoldaş qiymətləndirməsini biz istifadə ediriksə, şagirdlərin bir-birini obyektiv qiymətləndirməsini də istəyiriksə, biz bu bacarığı şagirdlərdə formalaşdırmalıyıq. Doğrudur. Qiymətləndirmə meyarı şagird fəaliyyətini müşahidə etməyə imkan verir. Doğrudur, formativ qiymətləndirmə məzmun standartlarının mənimsənilməsi zamanı qarşıya çıxan problemləri aşkara çıxarmağa şərait yaradır. Bu da doğrudur. Bizdən yanlış olan istədi, yanlış olan da A variantı olacaqdır. Növbəti sualımıza baxaq. Verilənlərdən hansı fikir sinifdə müəllim müşahidəsinə aid deyil? Həm formal, həm qeyri-formal müşahidə şagird fəaliyyətini, davranışı haqqında qeyd aparmalıdır. Doğrudur, formal, qeyri-formal müşahidə vardır. Formal müşahidə olunacaq meyarlar və şagirdlər əvvəlcədən müəyyənləşdirilir. Doğrudur.
Müşahidə zamanı müəllimin apardığı qeydlər differensial yanaşma üçün ona istiqamət verir. Bu da doğrudur. Müşahidənin əsas funksiyası şagird fəaliyyətini, davranışını, emosional hazırlığını inkişaf etdirməkdir. Müşahidəyə aiddir. Müşahidə rəsmi proses olduğundan, rəsmi proses deyil amma. Müəllim qeydlərini şagirdin portfolyosunda saxlanmalıdır. Yəni biz burada yanlışı görürük. Rəsmi proses olduğundan müəllim qeydlərini şagirdin portfolyosunda saxlanmalıdır. Yanlış olan Y variantı olacaq da. Suallarımız bu qədər müəllimlər. Rəy bölməsində neçə düz, neçə səhv yazdığınızı qeyd etməyi unutmayın. Sağ olun, salamat qalın. Növbəti sınaqlarda görüşənədək kanala abunə olmağı unutmayın.